Təsəvvür edin ki, siz eyni anda 4 fərqli ölkədəsiniz. Yəni, qulaqlığınızı taxırsınız, ekranda Qazaxstandan olan bir professor süni intellektin riyazi əsaslarını izah edir. Aha. Dərhal ardınca Türkiyədən bir mütəxəssis çıxış edərək bu alqoritmin logistikaya və ya belə deyək, biznesə necə tətbiq olunacağını göstərir. Layihə rəhbəriniz isə Azərbaycandandır. Və ən əsası odur ki, hər kəs öz dilində danışır. Ay sağ ol, məhz belə. Onların hər biri öz ana dilində danışır, amma siz hər kəsi təmiz Azərbaycan dilində eşidirsiniz. Heç bir gecikmə, heç bir xəta olmadan tam real vaxtda. Düzdür. Yəni sizin təhsiliniz artıq bir şəhərə, bir binaya və ya bir dilə bağlı deyil. Bu, yəqin ki, çoxlarına hansısa elmi fantastika filminin açılış səhnəsi kimi gələ bilər, amma əslində bu, bugün masamızda olan reallığın arxitekturasıdır. Və bax, burada valih edici olan odur ki, bu arxitektura sadəcə distant təhsil verən növbəki bir platforma deyil. Yəni, məhz buna görə də bu konsepsiya bu qədər inqilabidir. Aha, yəni biz Coursera və ya Udemy'nin lokal bir versiyasından danışmırıq da, düzdür? Qətiyyən. Söhbət universitet, yox, platforma və ekosistem modelindən gedir. Yəni, fərqli ölkələrin resurslarını vahid, ölçülə bilən bir texnoloji infrastruktur üzərində birləşdirən nəhəng bir rəqəmsal məkandan. Bax, elə bugünkü dərin təhlilimizin missiyası da tam olaraq budur. Doçent İlham Əhmədovun məqaləsinə əsaslanaraq təhsilin və hətta bütöv bir sivilizasiyanın gələcəyini dəyişdirə biləcəyi o məşhur türk dilli ölkələrin vahid rəqəmsal universiteti, yəni TRU layihəsini araşdıracağıq. Çox iddialı bir layihədir. Həqiqətən elədir. Amma başlamazdan əvvəl kiçik bir qeyd edim. Mənbəyə daxil olanda görəcəksiniz ki, müəllif sadəcə texnologiyadan bəhs etmir. O, bürokratik sistemə, siyasi idarə etməyə ciddi tənqidlər yönəldir. Samuel Huntington'un o məşhur sivilizasiyalar alası nəzəriyyələrinə toxunur. Bəli, orada kifayət qədər dərin, siyasi və fəlsəfi təhlillər var. Düzdür. Amma vurğulamaq istəyirəm ki, bizim bugün məqsədimiz hər hansı bir siyasi və ya ideoloji tərəf tutmaq deyil. Bizim işimiz sadəcə müəllifin təqdim etdiyi bu innovativ, bu cəsarətli ideyaları obyektiv şəkildə sizə, yəni dinləyicilərimizə çatdırmaqdır. Tamamilə razıyam. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Bu nəhəng rəqəmsal arxitekturanı anlamaq üçün əvvəlcə onun niyə yaradıldığını başa düşməliyik. Yəni, müəllif Mia Huntington'un sivilizasiyalar nəzəriyyəsini gətirib bu texnoloji müzakirənin tən ortasına atır. Yəni, deməli, müəllif burada fundamental bir paradigma dəyişikliyinə diqqət çəkir. Huntington vaxtı ilə deyirdi ki, dünyanı idarə edən və formalaşdıran əsas güc sivilizasiyalardır. Aha. Və bu sivilizasiyalarda bir arada tutan ənənələrdir, dindir, ya siyasi ideologiyalardır. Düzdür. Düzdür. Bax, müəllif bu nəzəriyyəni birbaşa 21-ci əsrə, yəni rəqəmsal dövrə gətirir. O iddia edir ki, 20-ci əsrdə universitetlər millət qururdu. Yəni öz sənətçisini, mühəndisini yetişdirib bir dövlətin təməlini atırdı. Amma indi vəziyyət dəyişib. Məhz. Bugün 21-ci əsrdə rəqəmsal universitetlər və nəhəng platformalar artıq sivilizasiya qurur. Yeni əsrdə sivilizasiyanı bir yerdə tutan şey quru ideologiyalar deyil. İndi əsas məsələ datalardır, algoritmlərdir, o paylaşılan platformalardır. Məsələnin əsl maraqlı tərəfi də elə buradadır. Yəni, ənənəvi universiteti sanki qapalı bir qutu kimi təsəvvür edə bilərik, amma bu yeni model sərhədsiz bir buluddur. Tamamilə. Amma mənim burada bir sualım var. Yəni, universitet həm də sosiallaşma demək deyilmi? Kafeteriyada dostlarla çay içmək, fərqli düşüncələri müzakirə etmək. Biz hər şeyi sadəcə algoritmlərə və bu bulud əsaslı sistemlərə etibar etməklə təhsilin o canlı, insani ruhunu itirmirik ki. Bu, əslində çox təbii bir qorxudur. Ənənəvi baxış bucağından tamamilə haqlısınız. Lakin mənbə buna fərqli bir prizmadan yanaşır. Necə yəni? Yəni, məqsəd insanları evə qapatmaq deyil. Məqsəd rəqəmsal suverenlik qazanmaq və xarici platformalardan asılılığı azaltmaqdır. TRU layihəsi sizin sosiallaşmanızı məhdudlaşdırmır. Əksinə, onu qlobal miqyasa çıxarır. Yəni, mənim sosiallaşma dairəm artıq eyni binadakı 50 nəfərlə bitmir. Bəli, siz artıq orta bir ekosistemdə başqa bir ölkədəki həmyaşıdınızla eyni alqoritm üzərində işləyirsiniz.
Sizin ortaq diliniz artıq süni intellekt və ya yaşıl texnologiyalar olur. Bax, bu rəqəmsal suverenlik məsələsini biraz da açaq. Yəni, biz sadəcə xarici platformalardan istifadə etməməyi nəzərdə tuturuq, yoxsa burada məsələ datanın kimin əlində olmasıdır? Baxın, ən kritik nöqtədə elə budur. Təsəvvür eləyin ki, 10 minlərlə tələbəniz gedir, xarici platformalarda öyrənir. Həmin platformalar sizin ölkənizin gənclərinin hansı sahələrə meyilli olduğunu, öyrənmə sürətini sizdən daha yaxşı bilir. Ciddi deyirsən, yəni bizim insan kapitalımız onların mikroskopu altındadır. Tamamilə. Onlar sizin əmək bazarınızın nəyə ehtiyacı olduğunu o datalarla analiz edirlər. Rəqəmsal suverenlik odur ki, bu insan kapitalının xəritəsi sizin öz əlinizdə olsun. Dəhşətli dərəcədə önəmli bir şeydir əslində. Əlbəttə, bu fərdləri yetişdirməkdən daha böyük bir şeydir. Siz bütöv bir regionun intellektual bazasını, necə deyərlər, vahid bir mərkəzdən koordinasiya edirsiniz. Yaxşı, fəlsəfədən və bu qlobal siyasətdən çıxıb biraz praktiki fəaliyyətə keçək. Çünki bu platformanın necə işləyəcəyini anlamaq lazımdır. Yəni, dinləyici üçün bu sistem reallıqda necə görünəcək? Məqalədə Teronun arxitekturası 5 əsas səviyyəyə bölünür. Aha. Bunlar akademik, süni intellekt, platforma, data və analitika, bir də idarə etmə səviyyələridir. Yaxşı, bütün bunlar sadə dildə nə deməkdir? Yəni, bir tələbə bu sistemə girəndə nə ilə qarşılaşır? Gəlin ənənəvi təhsillə müqayisə edək. Normalda universitetdə 4 illik bir kurikulum var, donub qalıb, düzdür? Hə, illərlə yeni kitablardan dərs keçilir. Bax, TERU-da bu yoxdur. Akademik səviyyə modul əsaslıdır. Yəni 3-6 aylıq qısa, dinamik mikrokurslar var. Amma bu kursların nə olacağına kim qərar verir? Kim? Və burada data və analitika səviyyəsi işə düşür. Sistem davamlı olaraq əmək bazarını skan edir. Məsələn, baxır ki, Bakıda kiber təhlükəsizlik sahəsinə tələbat artıb. Dərhal bu məlumatı süni intellekt səviyyəsinə ötürür. Yəni, hər tələbənin fərdi bir süni intellekt mentoru var, məqalədə deyildiyi kimi. Ay sağ ol və o mentor sizin keçmiş nəticələrinizə baxır və deyir ki, sənin karyera yolun üçün gələn ay bu kiber təhlükəsizlik modulunu almalısan. Vay, bu çox inqilabadidir. Yəni, mən bu cəmlənən diplomlar modelini dinləyicilərimiz üçün bir növ oyunlaşdırmaq istəyirəm. Necə yəni? Təsəvvür edin ki, təhsiliniz bir video oyunudur. Siz dərhal gedib yekun boss səviyyəsinə çata bilməzsiniz. Yəni, o böyük diplomu birdən ala bilməzsiniz. Aha, maraqlı yanaşmadır. Siz fərqli ölkələrdən kiçik tapşırıqları, yəni mikrokursları keçirsiniz və hər keçdiyiniz mərhələ sizin o cəmlənən diplomunuza əlavə olunur. Sanki bir musiqi playlisti yığırsınız özünüz üçün. Əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, bəli, tam olaraq belədir. Və sizin bu playlistiniz, yəni topladığınız bacarıqlar, real vaxt datası vasitəsilə birbaşa əmək bazarının tələbləri ilə uyğunlaşır. Yəni, mən məzun olanda işsiz qalmaq qorxum olmur, çünki onsuz da bazarın istədiyi şeyləri toplamışam. Düzdür. Bu, sanki Coursera modelinin lokal, lakin sivilizasiya quruculuğuna xidmət edən çox daha ağıllı bir versiyasıdır. Və ən əsası, bayaq dediyimiz kimi, dil problemi yoxdur. Hə, o süni intellekt əsaslı real vaxt tərcüməsi məsələsi. Bəli, türk dilləri və ingilis dili istifadə olunur, amma hər kəs öz dilində öyrənir. Bu da tələbənin öyrənmə sürətini inanılmaz dərəcədə artırır. Bütün bu futuristik və yüksək texnologiyalı fikirlər yəqin ki, dinləyicilərimizə tamamilə yeni, bəlkə də dünən yaranmış bir ideya kimi görünə bilər. Amma əslində elə deyil. Bəli, sən demə bu hekayənin nə az nə çox düz 20 illik bir keçmişi var. Mən mənbədə Virtual Turan Universiteti ifadəsini görəndə şoka düşdüm. Bəli, bu müəllifin 20 il əvvəl irəli sürdüyü bir ideya idi. Axı, niyə biz bugünə qədər gözləmişik? Yəni, o vaxt qərbdəki Coursera, edX kimi platformaların heç adı belə yox idi, amma bizdə bu ideya var idi. Nədən baş tutmadı bu? Mənbədən sitat gətirsək, müəllif bunu bir neçə köklü problemlə izah edir. İdarə etmədəki qısa müddətli düşüncə tərzi, riskdən qorxan məmur səriştəsizliyi və strateji vizyon çatışmazlığı. Yəni, bürokratiya. Bəli, ideya o qədər irəlidə idi ki, onu anlaya bilmədilər və vurğulanır ki, illərdir vətəndaşların o xarici platformalara xərclədiyi milyonlarla dollar pulla əslində bu virtual Turan layihəsini çoxdan reallaşdırmaq olardı. Biz pulu xaricə verdik, özümüzü inkişaf etdirmədik. İndi sən belə deyirsən, biz məmurları tənqid edirik, amma gəlin dürüst olaq da. Yəni,
Dinləyicilərimiz də xatırlayar bəlkə, 20 il əvvəl, deyək ki, 2004-cü ildə internetin sürətini xatırlayırsınız. Hə, dialab internetlər. Ay sağ ol, səhifə 5 dəqiqəyə açılırdı. Yəni o vaxt belə bir nəhəng rəqəmsal platformanı texniki olaraq qurmaq nə dərəcədə real idi? Üstəlik, Azərbaycan dilinin və ya türk dilinin ortaq dil kimi təklif edilməsi bəlkə də siyasi və ya mədəni müqavimət yarada bilərdi. Bəlkə bu ideya sadəcə dövrü üçün çox irəlidə idi və infrastruktur buna hazır değildi. Bax, bu doğrudan da çox vacib bir sual doğurur və müəllif özü də infrastruktur problemlərini, o vaxtki siyasi koordinasiyanın zəifliyini, dil standartlaşmasının yaratdığı riskləri inkar etmir. Yəni o da qəbul edir bunu. Əlbəttə, lakin o vurğulayır ki, böyük vizyonlar infrastrukturu gözləmir. Əksinə, infrastrukturu yaradır. Məsələn, Avropa Birliyi Erasmus proqramı ilə necə qlobal təsir qurdu və ya ABŞ öz universitetləri ilə. Düzdür. Yəni, buradakı əsas problem texnologiya deyildi. Əsas problem o idi ki, təhsilə geosiyasi bir alət kimi yox, sadəcə büdcə xərcləyən daxili sosial bir sahə kimi yanaşırdılar. Təhsil bir yumşaq gücdür əslində. Məhz. Əgər o vaxt bu vizyon olsaydı, o internet də, o infrastruktur da bir şəkildə qurulacaqdı. Problem düşüncə tərzində idi. Aydındır. Yəni keçmişin kabuslarını arxada qoyaq, çünki keçmişi onsuz da dəyişə bilmərik. Tamamilə. Bəs bugün necə? Mənbəyə görə bu vəziyyət itirilmiş şans deyil, gecikmiş başlanğıc adlanır. Bu çox ümidverici bir termindir. Bəli, bu layihə hələ də aktualdır və hətta indi əvvəlkindən daha çox mümkündür. Çünki artıq texnologiya, süni intellekt hazırdır. Bəs True layihəsinin reallaşması üçün nəzərdə tutulan yol xəritəsi necədir? Yəni sıfırdan necə başlayırıq buna? Məqalədə 3 mərhələli, çox detallı bir yol xəritəsi verilib. Aha, gəlin onları dinləyicilərimiz üçün açaq. Deməli, birinci mərhələ 0-2 ilə əhatə edir. Bu mərhələdə əsasən pilot proqramlar həyata keçirilir. Yəni, infrastruktur qurulur, prioritet ixtisaslar, məsələn, SİGE, data elmi, yaşıl texnologiyalar kimi sahələr üzrə ilkin kurslar verilir. Yəni hələ tam böyük kütləyə çıxmırıq. Xeyr. İkinci mərhələ isə 2-5 illik dövrdür. Bax, burada artıq ekosistem böyüyür və hədəf 100 mindən çox tələbəni sistemə cəlb etməkdir. Oo, 100 min tələbə? Və üçüncü mərhələ 5-10 il ərzində artıq qlobal rəqabət mərhələsidir. True bu mərhələdə türk dünyasının, necə deyərlər, MIT və ya Coursera modelinə çevrilməlidir. Çox böyük vizyondur. Amma bir məsələ var. Belə nəhəng bir layihənin maliyyələşməsi necə olacaq? 100 minlərlə tələbə, serverlər, müəllimlər pullardan gəlir. Burada layihənin maliyyə modeli kimi freemium modeli təklif olunur. Freemium, o nə deməkdir? Yəni, ilkin baza kursları pulsuzdur, bəlkə də dövlət tərəfindən dəstəklənir, amma daha dərin, ixtisaslaşma, xüsusi sertifikatlar və mentorluq artıq ödənişli olur. Eyni zamanda dövlət və özəl sektorunda ortaq maliyyə dəstəyi nəzərdə tutulur. Maraqlıdır. Və burada Azərbaycanın rolu barədə də nəsə deyilirdi mənbədə, səhv etmirəmsə? Bəli, Azərbaycan burada sadəcə bir istifadəçi deyil. Məqalə vurğulayır ki, Azərbaycan bu rəqəmsal Turan ekosisteminin tam mərkəzində dayanaraq rəqəmsal təhsil hubuna çevrilmək potensialına sahibdir. Baxın, siz, yəni dinləyicimiz, bəlkə də indi düşünürsünüz ki, bu cür dövlət səviyyəli layihələr adətən çox yavaş və ləng olur. Nazirliklər, sənədlər, bürokratiya... Düzdür. Sürətlə değişən startaplar dünyasında TRU necə ayaqda davacaq? Yəni, texnologiya hər gün dəyişir axı. Bax, mənbədə bunun həlli kimi çox önəmli bir sənaye tərəfdaşları anlayışı qeyd olunur. TRU sadəcə təhsil nazirliklərinin layihəsi olmamalıdır. O, texnologiya şirkətləri, innovativ startaplar və dövlət qurumlarının inteqrasiyası ilə idarə olunmalıdır. Yəni, təhsil, iş dünyası və innovasiya zənciri qırılmaz olmalıdır ki, sistem çevik qalsın və yaşaya bilsin. Bu həqiqətən də işləyə biləcək bir modelə bənzəyir. Mütləq, çünki başqa cür o bürokratiyanın içində itib batacaq. Biz artıq bu dərin təhlilimizin yavaş-yavaş sonuna gəlirik və mən mənbənin, bəlkə də mənim üçün ən güclü, ən fəlsəfi cümlələrindən birini xatırlatmaq istəyirəm. Buyurun. Müəllif yazır. Türk xalqlarının dildə bir, əməldə bir, fikirdə bir olması üçün onların təhsildə bir olması zəruridir. Möhtəşəm cümlədir.
Doğrudan da. Və mən indi dinləyicilərimizdən xahiş edirəm ki, öz təhsil keçmişinizə bir nəzər salın. O ənənəvi sinif otaqları, o çətinliklər. Təsəvvür edin ki, siz karyeranıza başlayarkən belə sərhədsiz, vahid və ortaq bir rəqəmsal ekosistem olsaydı, sizin inkişafınız necə fərqli olardı? Tamamilə başqa bir səviyyədə olardıq yəqin ki. Bax, elə bu nöqtədə mən əsas müzakirədə olmayan, amma mənbəni oxuyanda içimdən doğan fərqli bir sualla təhlili bitirmək istəyirəm. Aha, maraqlıdır, eşidək. Təsəvvür edin ki, gələcəkdə süni intellekt mentoru sizin hər bir zəif və güclü tərəfinizi, mədəniyyətinizi və əmək bazarındakı yerinizi tam olaraq 100% bilir. O qədər bilir ki, hər şeyi ancaq sizə uyğunlaşdırır. Düzdür, hiperfərdiləşmə. Ay, sağ ol. Sizcə, bu qədər hiperfərdiləşdirilmiş bir təhsil, ənənəvi sinif otağındakı o ortaq çətinliklərdən keçmək hissini, o biz hissini yox edəcək, yoxsa əksinə, eyni algoritmi paylaşan milyonlarla gənci gözə görünməz rəqəmsal bir tellə, bəlkə də tarixdə heç vaxt olmadığı qədər güclü bir sivilizasiyaya bağlayacaq? Bax, bu həqiqətən paradoksaldır. Təcrid olunmuş görünərək əslində hamının eyni beyin mərkəzinə qoşulması. Məhz belə. Bunun üzərində düşünməyə dəyər məncə. Hər halda bu, təhsilin fəlsəfəsini tamamilə dəyişəcək bir sualdır. Şübhəsiz. Beləliklə, bugünlük dərin təhlilimizi burada sonlandırırıq. Bizə qoşulduğunuz üçün və bu maraqlı rəqəmsal səyahətdə bizimlə olduğunuz üçün hər birinizə təşəkkür edirik. Təşəkkürlər. Tədqiq etməyə və öyrənməyə hər zaman davam edin. Bəli, daim yeniliklərə açıq olun. Gələn müzakirələrdə görüşənədək. Hələlik.